Hər səhərimi ilıq su ilə açıram. Oyanan kimi ilk qəbul etdiyim mütləq 1 bardaq, 2 bardaq ilıq sudur. 46 yaş, Hashimoto xəstəsi, 2 təbii doğuş etmiş birisi olaraq heç bir əməliyyatsız, ciddi dietasız bu cür görünməyimi öz həyat tərzimə borcluyam. Amma nə qədər mükəmməl baxımlar etsək də, bir çox faydalı qidalar yesək də, hər bir şeyin əsası əslində bizim bədənimizin inşa zavodu olan mədə bağırsaqlardan başlayır. Mənə görə düzgün işləyən və mikroflorası sağlam olan mədə və bağırsaq elə gözəllik və sağlamlığın özüdür. Məhz buna görə də mən hər gün Linux qəbul edirəm. Çünki həm yaşla əlaqədar olaraq, həm də Hashimoto xəstəliyi ilə əlaqədar olaraq mən qəbizlikdən, köpdən, şişkinlikdən çox əziyyət çəkirəm. Mənim bağırsağımın saat kimi işləməsi çox vacibdir. Hər zaman mənə sual verirsiniz ki, Mirvay xanım, hansı dərmanları qəbul edirsiniz, hansı vitaminləri qəbul edirsiniz bu cür qalmaq üçün. Sizdə köp qəbizlik olmur, qarnınız düzdür. İlk növbədə mədə və bağırsaqdan başlayır. Hər şey onun qayğısına qalarkən, demək biz bütün orqanizmimizin qayğısına qalırıq. Sağlam mədə və bağırsaq, sağlam mədə bağırsaq mikroflorası, elə sağlam dəri, sağlam saçlar, sağlam bədən deməkdir.